Halal olsun qardaşlar, halal olsun. Kaosluk olmasaydı daha yaxşı olardı. Yəni rəqqas oldu nədir, kaosu taxtı nədir? Yəni başa düşmürəm. Davay. 1, 2, 3. İndi çox ağır göçəklər təbii ki yazacaqlar. Bu qız bu mini yufkada niyə belə oynayır? Bunun yoxdur bunun evində kimsə. Deyək ki, ay bala, qılçanı qır otur evində. Nara oynuyor da biz niyə? İndi hər müğənniyə deyək ki, niyə sən lütfənib səhniyə çıxırsan? Hələnin öz fikri var da, nə işinizə qalıb kənara deyək. Ged işinizlə məşğul olun. Mən demirəm, onlar deyil, mən demirəm. Mən nə işimə qalıb? Mən demirəm. Vallahi mənim işim. İndi mən nağarım ki, oynayırlar da. Hərəsi bir mini-game düşüb ortaya. Məndən əzəldə göstərib sizi keyfinizi açmaqdır. Ən sevdiyim rəqqasə gəlir indi növbətdə meydana qəşəng oynayırlar. Həm görünüş baxımından gözəldir, canı yanmış, həm figuradan, həm rəqsdən. Obşi, 10 əlində, yox, 2 əlində 10 marifət, yoxsa 10 parmağında yeganə marifət, nəsə qarşı, nəsə. Aha. Niyə yax çəkərmiyorsun? Aha. Davay. Baba. Uyda. Möhtəşəm deyə dostlar. Ay, dərs boş. Elə deyil. Arada da belə dedi. Ay, dərs boş. Bu nə oyundu belə? Sadəcə möhtəşəm. Qıza deyir ki, çəkil oynayayım da, nə istəyirsən məndən eyni. Qoy öz performansını göstərim. Arada bir təpik atın, sağa sola. Bax beləcə, o bax. Sevdi. Nəyi vermə? Qısa mikrofona şöyle. Oba, süper oynayacak arkadaş. Oradan da Bəli dostlar, videomuzun sonuna çatırıq. Özünüzdə müğayət olun. Belə videoların davamını istəyirsinizsə mütləq videonu like edib, rəylərinizi rəy bölməsində bolca yazaraq bizə dəstək ola bilərsiniz. Paylaşmağı unutmayın. Mən YouTuber Orxan Şirinli sizinlə idim. Rəqs edənlər isə Virtuoz Rəqs qrupunun üzvləri idi. Hələlik, özünüzə yaxşı baxın.